Salam dostlar, necəsiz, nə var, nə yox? Salam olsun mənim izləyicilərimdə. 2026-cı ildə ilk videomu da çəkirəm. Dostlar, mən hər birinizi yeni il münasibətilə təbrik edirəm. Bu gün düzdür, yanvarın 5-i də olsa, gec də olsa, yəni bayram idi, ən azı bayram keçirdik. Yəni arzu edirəm ki, sağlam olasınız, xoşbəxt olasınız. Arzu edirəm ki, bol-bol sifarişləriniz olsun. Arzu edirəm ki, bu il sonuncu il olsun ki, siz üçün, yəni daha doğrusu yox, keçən il sonuncu il olsun ki, kuryerlikdə işləyəsiniz. Bu il özünüzə ürəyiniz istəyən kimi, yəni ürəyiniz istəyən kimi bir dənə iş tapasınız. Yəni bu kuryer işini buraxasınız. Dostlar, bu kuryer işində pul yoxdur qardaşlar. Bu əvvəl necə idi? Tələbələr bir çoxsu ofisantlığa gedirdi. İndi tələbələr bir çoxsu gedir kuryer işləməyə. Bax, mənə bir çox sual verilir. Mən velosipedlə işləyə bilərəmmi? Maşınla işləyə bilərəm. Bax, maşınla məndə olan video var. Baxın. Baxın, görün, bu biabır qiymətdir də. Orada siz nə qazanacaqsınız, mən bilmirəm. Velosipedlə də təsəvvür edin ki, bütün günü velosipedlə siz gəzəcəksiniz ora bura, ora bura, ora bura. Nə qədər yorulacaqsınız. Yəni elektro velosiped bəlkə də alınar, amma hava nəzərə alında, yəni hava şəraiti, külək, son vaxtlar görürsünüz necə şaxtadır. Və bir dənə fikirləşin ki, siz belə havada işləyə biləcəksiniz, yoxsa yox. Yəni küləkli havada, belə şaxtalı havada. Bir də ki, dostlar, mən demişdim, kimdə elektro velosiped varsa, mən bir dənə vlog çəkmək istəyirəm. Çox sual gəlir velosiped barəsində, necə işləmək olar, nə qədər qazanc var, nədir? Mən sizə deyim, qazanc çox zəifdir. İndi son vaxtlar havalar pis idi deyə volt qiymətləri qaldırdı. Amma belə çox ucuzdur. Yəni maşınla ümumiyyətcə sərf eləmir heç bir maşınla. Özdə maşın bu dəqiqə çoxdur, o bilirsiniz də taksin qanunundan sonra çox dəyişikliklər oldu. Ona görə dostlar, baxın, fikirləşin. Yəni dəyərmi, dəyməzmi? Bir də ki, kimdə elektro velosiped varsa, bir günlük mənə lazım olacaq. Bir günlük bir dənə vaxt eləyin. Mən sizə o həmin gün qazancını mən sizə verirəm, ödəyərəm. Bir dənə video çəkmək istəyirəm ki, elektro velosipedlə necə işləmək olur. Yəni çalışacağam ki, havada yaxşı olsun ki, yaxşı havada çəkiliş olsun da. Yoxsa küləkdə zətdə biraz belə, yəni biraz narahatçılıqdır. Heç nə, biraz istirahətdəyik dostlar. Ceyranım da buradadır. İndi üzürlü sayın, biraz təmir işləri gedir həyət evində. Və motosikletim də buradadır. Belə şeylər taxdım motosikletə. Çünki sürürəm də. Demək olar ki, hər gün sürürəm. Artıq motosikletin akkumulatoru da dəhşət. Təzə bagaj sifariş vermişəm. Gələcək 267 litr belə kvadrat. Gözləyirəm, o da motovodda çatmalıdır. Burada eyni şey. Heç nə də başqa da burada heç bir dəyişiklik olmayıb. Motosikletin probegi səhv eləmirəmsə 55 mindir. Yəni o qədər çox deyil. Bu yaxınlarda onun zəncirini dəyişdim. Başqa heç nə. Yağı 1000 kilometrdən bir dəyişirəm. Başqa heç nə qardaşlar. Hə, bir də əlavə belə işıqlar qoyuldu. Bilmirəm görmüşdünüz yoxsa yox. Başqa heç bir şey dəyişilmədi. Yəni üzr istəyirəm, ətrafa görə biraz remont gedir də. Yəni bir balaca elə bir ki, çox üzr istəyirəm. Buralar belə pis gündədir də. Heç nə də başqa ceyranım şükür Allaha, heç nə incitmir məni. Dostlar, yəni qısa da olsa sizlə bir istədim video çəkim, paylaşım sizlə. Hər birinizi bir daha təbrik edirəm. Ailəvizə xoşbəxtlik, valideynlərə can sağlığı, subaylar üçün toy olsun, balalar həmişə sağlam olsun. Arzu edirəm ki, bu il sizə daha əlverişli, qazancı ruzlu, bolu, bərəkətli olsun. Sağ olun dostlar. Kanala abunə olmağı unutmayın. Video paylaşın. Bir də nə sualınız varsa xahiş edirəm. Kommentdə yazın. Bildiyim, bacardığım qədər cavablandıracağım. Sağ olun dostlar.